Hesab edirəm ki, Nikol Paşinyanın ATƏT Minsk qrupu ilə bağlı son mövqeyi əslində gecikmiş mövqedir. Çünki rəsmi Bakı dəfələrlə Minsk qrupunun artıq öz funksionallığını itirdiyini və mənasız bir quruma çevrildiyini bəyan eləyib və İrəvana çağırış bundan ibarət olub ki, Bakı ilə birgə bu qurumun fəaliyyətindən imtina edildiyi barədə mövqe ifadə eləsin və bu missiyanın ləğvi barədə rəsmi bəyanatını səsləndirsin. Amma Ermənistan rəhbərliyi prosesi uzatmaqla nəyəsə ümid eləyirdisə, amma Azərbaycan dövlətinin qətiyyətli mövqeyi nəticəsində nəhayət ki, rəsmi Bakının bəyan etdiyi mövqeyə gəlməyə yaxınlaşmaqdadır. Lakin Nikol Paşinyanın açıqlamasında yenə də söz oyunundan istifadəyə diqqət etmək lazımdır. Yenə də Ermənistanın Minsk qrupunun ləğvi ilə bağlı danışıqların başlamasına hazır olduğunu bəyan eləməklə növbəti dəfə bir zaman qazanmağa çalışır. Əslində Azərbaycan dövlət başçısı 44 günlük müharibədən təqribən bir ay sonra keçmiş Minsk qrupunun həmsədrlərini qəbul edərkən bu qurumun fəaliyyətinə qiymətini vermişdi və Azərbaycan torpaqlarının işğaldan azad olunması prosesində bu missiyanın hər hansı bir irəliləyişə nail olmadığını onların üzünə söyləməklə Bakıda onları kiminsə gözləmədiyini rəsmi şəkildə bəyan etmişdi. Ondan sonra həmin qurumun təmsilçilərinin ayağı bölgədən kəsilmiş oldu. Və üstəlik də hətta bu yaxınlarda Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zakharova bildirdi ki, 22-ci ildən sonra faktiki olaraq ABŞ və Fransanın Minsk qrupunda fəaliyyətini dayandırdığı barədə mövqe ifadə olunub. Eyni zamanda bu qurumun artıq fəaliyyətinin mümkünsüz olduğu Rusiya tərəfindən də ifadə olundu. Bütün bunlardan sonra Nikol Paşinyanın hələ bu danışıqları davam etdirmək yaxud da bu istiqamətdə müzakirələr aparmaq niyyətini ifadə etməsinin özü hesab edirəm absurddur. Rəsmi İrəvan birmənalı şəkildə artıq mövcud olmayan bu qrupla bağlı mövqeyini ifadə etməlidir. Əsas şərti icra istiqamətində diqqətini yönəltməlidir. Azərbaycan prezidenti bəyan edib ki, sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasının dəyişdirilməsinə ehtiyac var. Hansı ki, Ermənistan konstitusiyasında və normativ hüquqi aktlarında Azərbaycana qarşı ərazi iddialarından söhbət gedir. Bu mənada Minsk qrupu digər tərəfdən Avropa İttifaqının bölgədəki Bakı ilə razılaşdırılmayan kəşfiyyat qrupunun mövcudluğu halında öz aktuallığını kifayət qədər etirib. İndiki halda Paşinyan əslində Minsk qrupu ilə bağlı müzakirələri davam etdirməklə, hansısa bir formada zaman qazanmaqla Avropa İttifaqının daha 2 il və daha bundan da sonra ola bilsin ki, bölgədə qalmasına nail olmağa çalışır. Minsk qrupunun dırnaqarası qurban verməklə Avropa İttifaqının kəşfiyyat, hərbçi, casus şəbəkəsinin Ermənistanda möhkəmlənməsinə və təxribatların davam etdirməsinə nail olmağa cəhd göstərir. Hesab edirəm ki, bu da absurddur. Ermənistan nəhayət ki, sülhə əngəl olan amillər ki var, rəsmi Bakı dəfələrlə bu barədə xəbərdarlıq edib, o amillərin ortadan qaldırması istiqamətində səylərini göstərməlidir və bunu əməldə nümayiş etdirməlidir. Yalnız söz oyunu ilə fürsət qazanmağa ümid etməməlidir.